Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində 2026-cı il üçün dünya şəhərləri hesabatı təqdim olunub, hansı ki forumun əsas tədbirlərindən biri hesab edilir. Təfərrüatları əməkdaşımız Rəhilə Rafiq qızı çatdırır. 2026-cı il Dünya Şəhərləri Hesabatının təqdimatı WUF-13 çərçivəsində keçirilən ən diqqət çəkən sessiyalardan biridir. Hesabatda qlobal mənzil böhranı, iqlim riskləri, urbanizasiya və gələcəyin şəhərlərinin necə qurulacağı ilə bağlı məsələlər müzakirə olundu və burada çox narahat edici rəqəmlər açıqlandı. Mən istərdim həmin rəqəmləri sizin diqqətinizə çatdırım. Bildirildi ki, hazırda dünyada 1,6 milyarddan 3,4 milyarda qədər insan adekvat yaşayış imkanlarından məhrumdur və 1,1 milyarddan çox insan isə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Və dünyada insanların 44% qazancının böyük hissəsini ev və ya kirayə xərclərinə sərf edir və kirayə mənzillərin əlçatmazlığı xüsusilə Sub-Sahara Afrikasında daha ciddidir. Burada kirayədə yaşayanların 55%-i həddindən artıq maliyyə yükü altındadır və rəqəmlər açıqlandı ki, 2024-cü ilin sonuna qədər məcburi köçkülərin sayı 132,2 milyona çatıb. Bu isə 10 il əvvəlki göstəricilərdən 2 dəfə çoxdur. Və mütəxəssislərin fikrincə 2050-ci ilə qədər şəhərlər əlavə 2 milyard insanı qəbul edəcək. Bu isə artıq təzyiq altında olan mənzil sistemi üçün yeni çağırışlar yaradacaq. Hesabatda həmçinin vurğulandı ki, iqlim dəyişiklikləri 2040-cı ilə qədər 167 milyon evi məhv edə bilər və təkcə ötən ilin göstəricilərinə nəzər salsaq, görərik ki, təbii fəlakətlər nəticəsində dünya üzrə 280 milyard dollarlıq zərər qeydə alınıb. Bəli, açıqlanan rəqəmlər bunlardan ibarətdir və hazırda görürsünüz ki, elə hesabatın təqdimatı keçirilir və xatirə fotosu çəkilir.